Mənzil qədər onun yerləşdiyi binaya da xüsusi önəm verənlər üçün çox gözəl bir kompleksdə, gözəl təmirli, hazır əşyalı bir mənzili sizə təqdim edirəm. Binanın çox geniş həyəti, yaşıllıq sahə, uşaq meydançası, yeraltı avtoparking, yəni ərazinin ən yaxşı binalarından biridir, bir kompleksdir. Mənzil də yeni təmirdən çıxıb, təmirdən də sonra bir gün belə yaşayış olunur. Hər bir şey var, bütün mebel, texnika, hamısı qiymətə daxildir. Olan hamısını sizə göstərəcəm, ümumiyyətlə mənzildə nə var, nə yox. Ona görə gəlin başlayaq, vaxt itirmədən mənzilin giriş hissəsindən mən hər şeyi sizə göstərim. Bura bizim giriş qapısı. Daxil olduqda sol tərəfdə, bu isə tresuar hissə, güzgü yerləşdirilib, aşağı hissələri şkafdır, açarlıq. Sağ tərəfdə isə dolabımız yığılıb, dərinlik də çox yaxşıdır. Paltar, ayaqqabı, istənilən əşyanızı tam rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissədə də yəni hamısı şkafdır, aşağı hissə ayaqqabı, hər bir şeyi rahatlıqla yerləşdirə bilərsiniz. Döşəməsi qranitli üstü döşəmə ilə təchiz olunub, işıqlandırmada isə spotlardan istifadə olunub. Otaqların yerləşməsini deyim, bura mənzilin sanitar qovşağıdır. Bura bizim əsas yataq otağı, yanında ikinci yataq otağı, buranı isə artıq gördünüz mənzilin qonaq otağıdır. Elə başlayaq buradan, mən nə var, nə yox, hər şeyi sizə göstərim. İlk öncə onu deyim ki, mənzilin böyük eyvanı var buradan və orada çıxış həm bu qonaq otağından, həm də o yataq otağındandır. Genişlik eyvanı. Əlavə nə var? Bu hissədə gözəl divanımız yerləşdirilib. Gözəl də dizaynı var, yəqin ki, siz də mənimlə razılaşarsınız. Arxa hissəsi dekorlarla bəzədilib. Tablomuz, bura işıqlar, dekor güzgü. Gözəl jurnalimiz mərkəzdə. Nəzərə çatdırın ki, otaqda döşəmə parketdir. TV stendimiz burada yığılıb. Sol və aşağı hissələri, bu hissələri şkafdır. Burada aksesuarlar da yerləşdirilib dizayna uyğun. Böyük ekran televizorumuz var mərkəzdə. Yenə arxa mebel işləmələr, dekor güzgü. Və bu hissədə 6 nəfərlik gözəl masamız. Mərkəzdə böyük lüstr, trek işıqlar, gizli işıq, hər bir şey var. Kondisioner kimi var. Hamısı da işlək vəziyyətdədir. Nəzərə çatdırın ki, mənzil 2 otaqdan 3 otağa düzəlməlidir. Gözəl şəkildə də düzəldilib. Mətbəx hissəmiz burada yığılıb. Yəni, içərisi kifayət qədər genişdir, yəqin ki, videodan da hiss edirsiniz bunu. Yeni mətbəx mebelimiz yığılıb, üst hissədən ibarətdir, yuxarı hissələrdə şkafdır. İçərisini də göstərim, dərinlik də yaxşı səviyyədədir. Üst hissəsi mərmərdir, bütün texnikalarımız da var. Burada deməli, soyuducumuz, paltar yuyan, yəni qab yuyana kimi hər bir şey yerləşdirilib. Əlavə heç nə almırsınız, sadəcə köçüb yaşaya bilərsiniz, yəni başqa vaxt itkisi olmayacaq. Burada da döşəmə qranitli, isti döşəmə ilə təchiz olunub. Bu hissədə də yenə sobalımız və gözəl şəkildə şkaflarımız. Və qonaq otağından belə sürgülü şüşə qapı ilə ayrılır. Əlavə havalandırma da təbii ki var, şaxtaya çıxışı var. Qonaq otağından bu qədər. Keçirik mənzilin növbəti gözəl otağına, əsas yataq otağına. Ölçüsü də kifayət qədər genişdir. Demək olar, qonaq otağı ilə eyni ölçüdür. Yəni, yəqin ki, hiss edirsiniz bunu. Gözəl şəkildə də bəzədilib, bütün yataq dəstimiz var, yerləşdirilib mərkəzdə. Burada deməli kreslo, make-up hissə, gözəl güzgü və taxtın arxası belə dekorlarla bəzədilib. Yenə eyni ilə dekor güzgü, bura işıqlar, mərkəzdə lüstrumuz. Burada da TV stendimiz yığılıb, aşağı hissələri şkaf və televizora kimi yerləşdirilib. Yataq otağının bu hissəsində belə bir güzgümüz yerləşdirilib və dolabımız da var. Axıra kimidir, görürsünüz, yuxarıda da yəni şkaflar çoxdur. Bunların hamısını göstərirəm ki, yəni, tam təsəvvür yaransın sizdə. Qeyd etmişdim, döşəməsi parketdir. Keçək, deməli, göstərim sizə mənzilin ikinci yataq otağını. Burada yerləşir. Buranı istəsəz uşaq otağı kimi, istəsəz böyük yataq otağı kimi istifadə edə bilərsiniz. Bayaq qeyd etmişdim. Eyvana buradan da çıxış var. Həm buradan, həm də qonaq otağına. 2 ədəd taxtımız yerləşdirilib. Burada yazı masası, şkafları da görsədim. Hər bir şey hazırdır. Pərdə, rüstur, spotlar və yataq otağımızın bu hissəsində yenə dolabımız yığılıb. Buranı da göstərək. Eyni ilə yuxarı hissələrdə şkafdır və burada da kondisioner var. Bütün otaqlarda var. TV stend də burada nəzərə alınıb. Gəlin göstərin sanitar qovşağı, sonra keçik qiymət və digər məlumatlara. Sanitar qovşağımız bayaq demişdim, girişdən solda yerləşir. Bütün aksesuarlar var. Deməli, sol tərəfdə yerləşir geniş ölçülü duş kabinimiz, divar içi unitaz.
Hər bir şey tam hazır vəziyyətdədir və orada təbii ki, isti döşəmə ilə təchiz olunub. Belə demək olar, mən mənzildə nə var, nə yox, hər şeyi sizə göstərdim. Keçirik məlumatlara. Yerləşir Nərimanovda, Zümrüd Rezidens yaşayış kompleksində. Bilənlər bilir necə binadır, yəni geniş həyəti, uşaq meydançaları, yeraltı avtoparking, yaşıllıq sahə, hər bir şey Heydər Əliyev mərkəzində yanında yerləşir. Gördüyünüz şəkildə satılır bütün mebel texnika, hamısı qiymətə daxildir. Dediyim kimi 2 otaqdan 3 otağa düzəlmədir. 97 kvadrat ölçüsü var. 17 mərtəbəli binanın 10-cu mərtəbəsində yerləşir və mənzilin start olaraq qiyməti 445 min manat təyin olunub. Əlavə məlumat üçün göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.